Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, yaxşısınız. Səsdə və görüntüdə bir problem yoxdursa, varsa qrupa yazın, yoxdursa heç nə yazmaya ehtiyac yoxdur. Problemimiz yoxdursa, artıq başlaya bilərik. Yenə istəyirəm ki, keçən səfər etdiyim kimi suallar üzərində ümumi bir təkrar edək və son imtahana gedəcəksiniz. Son bir motivasiyalı da bir söhbət eləyərik axıra yaxın. Başlayaq. Bilirəm, yorğunsunuz, gün sonudur. Amma yenə də Allah əziyyətinizi yerdə qoymasın. Qoymayacaq da inanıram. Plus da kim ki yorğun olacaqsa və yaxud daxil ola bilməyən uşaqlar da var. Sonra YouTube'dan izləyə bilərlər. Yəni İndi hal-hazırda canlı izləyirsiniz, sonra isə oradan da baxa bilərsiniz. Açın mən testi. Başlayaq oradan suallar, vacib və maraqlı suallardan seçim. Oradan suallar işləyək. Getdik. 23, 24. Gəlin bir balaca, bir neçə dənə tapa bilsək, yaş məsələlərindən işləyək. Uşaqlar, bizə ən çox lazım olan bu yaş məsələlərdir və istəyirəm ki, yaş məsələlərinə də baxaq. İzah tələb edən suallarda sizə həmişə çox bal gətirən suallar olur və çox zamanda düşünürsünüz ki, yaza bilmərik və bu suallara baxmırsınız. Amma məncə baxın, bəzən elə rahat suallar olur ki, elə rahat şəkildə də yaza bilərsiniz. Gəlin baxaq bu suala. Ümumi təkrar 2. Deməli, başlayaq suallardan. İndi mən nömrə olaraq 1 qoyacağım. Deməli, ana və qızının yaşları cəmi 62-dir. Ananın 4 il əvvəlki yaşı qızının 6 il sonraki yaşından 3 dəfə çox olarsa. Uşaqlar, Azərbaycan dilində feilin zamanlarını yaxşı biliriksə, demək ki, biz yaş məsələlərini də yaxşı bilə bilərik. Yəni, əvvəl və sonra hansı zamana aid olduğunu, indiki, keçmiş, gələcək zamanlara aid olduğunu bilirəmsə, məsələni qurmaqda elə də çətinlik çəkmərəm. İndi burada mən yazıram. Birinci, ana və qızı qeyd edirəm. Ana, qız da burada yazıram. Yaşları cəmi x olsun. Biri x-dır, biri də y olsun. Deyir, yaşları cəmi 62-dir. Burada yəqin ki, biz tənliklər sistemi quracağıq. Çünki deyir, ya tənlik və ya tənliklər sistemi. Kənarda bu tərəfdə saxlayıram. X, y cəmi 62-dir. İndi digərlərini də əlaqələndirək. Deyir ki, ananın 4 il əvvəlki yaşı. Uşaqlar, hal-hazırda indiki zamandan söhbət gedir. 4 il əvvəlki yaşında keçmişə gedirəm. 4 il əvvəl olanda indiki yaşından 4 yaşı nə etməliyəm? Çıxmalıyam əlbəttə ki. Keçmiş, qızın 6 il sonraki yaş. Sonraki yaş isə gələcəkdir. Qızın yaşını gələcək zamana aparıram. Onda mən 6 il sonra deyirsə, qızın yaşı nə olacaq? Y+6. Və deyir ki, ananın 4 il əvvəlki yaşı qızın 6 il sonraki yaşından 3 dəfə çoxdur. Yəni, biraz ekranda böyüdüm. X-4 ananın yaşı qızının yaşından 3 dəfə çoxdur. 3'ü vururam Y+6'ya. Bunu da sadələşdirsəm, vurub açsam 3Y. Birinci bu tərəfdən yazım da elə. X çıxaq 4 bərabərdir 3Y. Üstə gələk 3 dəfə 6'nın 18. Y-i bu tərəfə keçirəndə X çıxaq 3Y. 4'ü də bu tərəfə keçirəndə 18 ilə 4 toplanır 22 yazıram. Tənliklər sisteminin bir qolu da buradadır. Gətirəm bu tərəfdə qeyd elədiyim yerdən yazıram. X çıxılsın 3Y bərabərdir 22. Bax, belə həlli ilə yazmaq lazımdır ki, orada da qəşəng yaxşı bal verilsin. Yoxsa şifahi şəkildə 3-5 nəmin yalandan toplayın, orada çıxın, vurun, nəsə bir qarışıq bir həlli yazsanız, ona bir bal gəlməyəcək. Ona görə diqqətli olun. Deməli, mən bunu alt-alta çıxsam,
X-lar gedər. Çıxma üsulunu tətbiq edək. X-lar gedir. Y çıxaq. -3y bərabərdir 62 çıxılsın 22. Y-dən mənfilər yanaşı gəlir deyə 4y bərabərdir 62-dən 22 çıxanda 40. Y də bərabərdir 10. Y 10 olduğu üçün bir dəqiqə telefonu yanıma qoyun. Bir dənə mesaj yazarsınız. Y-i 10 tapdım. Gətirirəm indi mən kimi tapdım? Qızın yaşını tapdım. Amma ananın yaşını soruşur. Y-i 10 tapdımsa gətirib yerinə qoyacağım. X plus 10 bərabərdir 62. X da bərabərdir 62-dən 10 çıxıram. 52. Ananın indi 52 yaşı var. Hesab mexaniki səhvimiz yoxdursa, bax bu üsulumuz, bu üsulla tənliklər sistemini həll edə bilərsiniz. Sonra nəyə baxaq istəyirəm? Trapesiya sualları da çox düşür. İstəyirəm bir dənə də elə bax buradakı trapesiya sualına baxaq. Bax bizə bugün istəyirəm ancaq çətin suallardan baxaq ki, sizə də daha yaxşı olsun. Deməli, bərabər yanlı trapesiya çəkək. Bax belə. Tutaq ki, bərabər yanlıya oxşamasa da biz bunu bərabər düşünək. Deməli, bərabər yanlı trapesiyanın perimetri 20-dir. İti bucağı 60 dərəcəli olan bərabər yanlı trapesiyanın diaqonalı oturacaqla 30 dərəcə bucaq əmələ gətirir. Deməli, perimetri 20-dir. Qeyd edək hər tərəfi bərabər yanlı olduğu üçün yan tərəfləri C-dir. Trapesiyanın diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Mən burada diaqonalı çəkirəm. İti bucaqlarda 60 dərəcədir. Əgər ki, burada bax 30 dərəcəli bucaq əmələ gətirirsə və iti bucağımız da 60 dərəcədirsə, deməli bu neçə dərəcə olur? Bax bu hissə neçə dərəcə olur? 90 dərəcə olur. Trapesiyanın kiçik oturacağın uzunluğunu soruşur. Biz də bunu necə eləyə bilərik? Necə tapa bilərik? Deməli 60-30 olduğu üçün biz burada əlaqələndirmə apara bilərik. Kiçik oturacağın uzunluğunu soruşur. Mən buradan hündürlüyü əlaqələndirərəm məsələn. Necə eləyək? Bax, burada buranı çəkirəm. Hündürlüyü çəkdim. Tutaq ki, baxın, buranı da çəkdim. Əgər bura A-dırsa, bura B çıxılsın A bölü 2 olmalıdır. Belə bir əlaqə qura bilərik və ya qoy görüm indi hansı daha rahat əlaqəni qura bilərik. Hündürlüklə də gedə bilərik. Əgər hündürlüklə getsək, hər tərəfi C ilə bir əlaqələndirə bilsək, əgər mən bax buradan hündürlük çəkdimsə, buradan burada onda olacaq nə? 30 dərəcə. Onda burada olacaq 60 dərəcə. Gəlin bax buradan bir əlaqə yaradaq. Deməli 30 dərəcə bucaq qarşısındakı bax bu katet hipotenuzun yarısı C bölü 2-dir. Deməli baxın buradan da mən hündürlüyü çəksəm eyni şeyi alaram. Burada C bölü 2 olacaq. Sonra biz də bilirik ki bu C bölü 2 B çıx A bölü 2 bayaq tapmışdıq. Axı kənarda yenə göstərim. Bu hissələr, bax bura A-dır, bura A-dırsa, kənar hissələrdə B çıx A bölü 2-dir. Yəni, bunu müxtəlif yollarla da getmək olar. B çıx A bölü 2-dir. Yəni, baxın, mən 60-30 qaydasına əsasən, bax buradan, bura eti bucağı 60-dırsa, buradan hündürlük çəkdim. Bax, bu bucaq 30-dur. 30 dərəcə bucaq qarşısında. Katet hipotenuzun yarısıdır. Buradan mən tapdım ki, B çıx A bölü 2 C bölü 2-yə bərabərdir. Yəni, buradan da 2-lər gedir. B çıxaq A bərabər nəyə? C-yə. B çıx A-nı C kimi tapdım. Mənim də perimetrə görə bizim perimetrimiz necə idi? A plus B plus C ilə tapılırdı. Bərabərdir. 20 verib A üstə gələk B, üstə gələk 2C. Görək buradan nə çıxardırıq biz? Buradan A üstə gələk B
üstə gələk. 2C-nin yerinə 2B çıxaq A kimi yazsaq 2A. Görək bizə nə verər? 2B ilə 3B çıxılsın 2A. A bərabər 20 tapdıq. İndi bizə də, bax, bizə sadəcə bax bu A lazımdır. Bunu necə əlaqələnəcək? Gəlin burada görək başqa neysə var. Onunla bir gözümüzdən qaçan neysə var, görək. Gözümüzdən heç nə qaçmasın. Diqqətli olaq. Burada gözümüzdən nə qaçar? Baxın, hər şeyi yazdıq. 30 dərəcəli, 60 dərəcəli, 30 dərəcəli bıçaq qarşısındakı katet, B, C bölünsün 2. Sonra əlaqələndirəndə B A bərabər C bölü 2. Biz buradan bax bu hissəni A-nı əlaqələndirmək olar. B ilə A-nın bir əlaqəsini tapmaq lazımdır. Burada A-dırsa, bu isə A-dırsa. Burada B çıxaq A. C-yə bərabərdir. Kənar tərəflərdə B çıxaq A-dır. Bunu da qeyd edək. Görək nə var, başqa nə edə bilərik? 60 dərəcənin qarşısındakı. Biz buradan A çıx B-ni, B çıx A-nı və ya A çıx B-ni bir C ilə əlaqələndirdik. B çıxaq A. B çıxaq A bizə kənarları verir. Yəni C-ni tapdıq. Başqa nə? 30 dərəcə bucaq əmələ gətirirsə, katet. Gəlin bunu bir dənə mən sileyim. Burada nəysə qarışıqlıq oldu. Bir də yəqin ki hesab səhv var, mexaniki bir səhvdir. Onu mən bir də təzdən yazım, baş qarışmasın. Üstündə hər şeyi təzdən yazacağım. Deməli, qeyri-adi bir şey yoxdur. Yenə buranı C ilə qeyd edirəm. Əgər C-dirsə, bura olacaq C böl 2, burada olacaq C böl 2. Məlum məsələ. Əgər ki, indi burada bir şey var. Əgər biz buradan incədə nə tapdıq? A çıx B-ni, böl 2-ni bərabər elədik. C böl 2-yə bərabər elədik. Hə, adi bir şey səhv idi. A çıx B-ni C ilə əvəz elədik. Bir də yadınızda saxlayın. Əgər 30 dərəcə bucaq yaradırsa, diaqonal bizim müəyyən bir qaydamız var. Diaqonal oturacaqlar 30 dərəcə bucaq yaradırsa, diaqonalın şərti var. Belə bir şərt var. Bunu da lap qeyd edərsiniz bir yerə. Onda yan tərəf C elə B-yə bərabər olacaq. C-ni biz B-yə bərabər eləyəcəyik. Əgər 30 dərəcə bucaq əmələ gətirirsə, C elə B-yə bərabərdir. Onda mən yazıram A çıx B bərabərdir B-yə. Buradan da A-nı tapıram. İndi mən burada belə eləyəm də. A, C deyəndə mən burada A qeyd eləməliydim. Tərəf A bərabər olmalıydı. Bir dəqiqə düzəliş eləyək hər şeyə. Biz incə B çıx. Bax, buranı A götürsək, mən A çıx B yazmışam. Yerlərini qarşıqa yazmışam deyə problem yaranıb. A çıx B böl 2 bərabərdir C böl 2-yə. Buradan biz A çıx B-ni tapdıq ki, C-dir. 30 dərəcə bucaq qarşısında 30 dərəcə bucaq yaradıbsa, onda A C-yə bərabər olur. Gətirib yerinə qoyanda, C ilə əlaqələndirəndə, C-nin yerinə A qoyuramsa, balaca B balaca oturacaq daha doğrusu. Balaca oturacaq, diaqonala bərabər olur. B balaca oturacaqdır. A çıx B bərabərdir B-yə, A da bərabərdir 2B-yə. Bax, mən bunu
əlaqələndirdim. A 2B'yə bərabərdir. Plus da bizim trapesiyamızın perimetri A plus B plus 2C'dir. C'nin də yerinə A qoyuram. A'nın yerinə də 2B qoyuram. Onda bizim ifadəmiz olur. Bax, deməli, A üstə gələk. A bərabərdir 2B oldu. A üstə gələk B. A'nın yerinə 2B yazacağım. 2B üstə gələk B. C'nin də yerinə ilə 2B yazacağım. Çünki AC'yə bərabərdir axı. Onda bərabərdir nəyə? 20-yə. Onda olur 5B bərabərdir 20. Biraz qəliz sual oldu. Başlanğıcı səhv etdik, amma əsas oldu düzəltdik. B oldu 4. Mən də B-ni kiçik oturacaq götürdüm uşaqlar. Baxın, B-ni kiçik oturacaq götürdüm. Bu sualın bir də təzədən başdan, yəni başdan deyəndə lap başdan yox, bir 2 dəqiqə əvvəldən baxa bilərsiniz. Deməli, ən başdan gəlin istəyirsiniz. Bir daha izahdan baxaq. Biraz başlanğıcımız qəliz getdi, qarışıq getdi. Ona görə istəyirəm bir daha təzədən izah edeyim. Yəqin ki, problem olmaz. Və dərsimizə qoşulmaq istəyən var idi. Onu da daxil eləməyə, yox, gecikdim qoşulmağa. Kimsə? Kimsə nəsə olsa belə WhatsApp-da mənə desin. Mən onu qəbul edeyim. Suala başımız qarışdı. İndi istəyirəm bir də təzədən bu trapesiyanın üstündən keçim uşaqlar. Təzədən keçim ki, hər kəs daha qəşəng başa düşsün. Biraz tələsdim. Deməli, buranı B götürürəm və ya fərqi yoxdur. Aynı, həmişə A yazırıq. Gəlin A götürək. Daha doğru diqqətli olaq hər şeyə. Deməli, 30 dərəcəli bucaq əmələ gətirir. 30 dərəcəli bucaq əmələ gətirirsə, yan tərəf kiçik oturacağı bərabərdir. Yadınızda saxlayın. 30 dərəcəli bucaq əmələ gətirirsə, sonra mən buradan hündürlük çəkirəm. Hündürlük çəkəndə də bilirik ki, baxın, bu hissə A-dırsa, bu hissə A-dırsa, onda bu hissələr olur B çıx A böl 2. Bu da bizə, əgər bura iti bucaq 60 dərəcədirsə, yuxarıda 30 dərəcədirsə, 30 dərəcə bucaq qarşısına katet hipotenuzun yarısı C bölü 2-ni verir. Buradan 2-lər ixtisar gedir. B çıx A-nı bərabər edirik C-yə və A da C-yə bərabər olduğu üçün B çıx A bərabərdir A, B də bərabərdir 2A. Əlaqəsini tapırıq. Daha sonra bizim perimetrimiz verilib. A üstə gələk, B üstə gələk, 2C bizim perimetrimizdir, 20-dir. Gətirirəm A-nın yerinə, A-nı olduğu kimi B-nin yerinə 2A yazıram. A da C-yə bərabər deyə 2A yazıram. 20-yə bərabər edirəm. 5A bərabərdir 20. A bərabərdir 4. Baxın, ay uşaqlar. Yəni, bizə də nəyi soruşurdu? Bizə də elə A-nı soruşurdu. A-nı tapdıq. Yəni, qısaca başlanğıcda birinci yolu mexaniki bir səhvimiz var idi, birinci yolu. Səhv getdik, hərflərin yerini dəyişdik deyə qarışıq oldu. Məncə artıq tam başa düşdünüz. Yəni 30 dərəcə. Burada əsas qeyd nə götürəcəksiniz? Götürəcəksiniz ki, əgər diaqonalla oturacaq arasındakı bucaq 30 dərəcə olarsa, kiçik oturacaq yan tərəfə bərabər olmalıdır. Keçək başqa bir suala. Deyirəm, hər bir sınavın izah tələb edən suallarına təkrar baxın. Deməli, 22-ci sual. Bəzən elə olur ki, təkrar eyni suallara baxmış oluruq. Ola bilər ki, yenə demiş olaram. Məsələn, istəyirəm elə bu məsələni yenə izah edeyim, bu tip bir məsələ izah edeyim. Çünki məsələlərdən qorxmağınızı istəmirəm. Uzundur, ayca, mən bunu necə yazaram, yaza bilmərəm deməyiniz qətiyyən istəmirəm. Yazmağınızı istəyirəm. Çünki çox asan suallar olur. Gəlin, baxaq. Deməli, şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı. Bu gündüz G-Z yazıram. Bunda gecəni G-C yazıram. Deməli, Namiq hər saatda 30 manat qazanır. Bilmirəm, saatların sayını bilmirəm. 2 saat Namiq işləyir.
Tez bax, oxuya yazıram. Görürsüz, siz də bunu eləyin. Namiq hər saatda 30 manat qazanır. Yəni bunun qazanacağı pul x vur 30 olacaq. Tutaq ki, məsələn 4 saat işləyibsə, 4-ü 30-a vurun, 120 manat olacaq. Qurban isə hər saatda 45 manat. Qazanacağı pul y-i 45-ə vurursunuz. Deyir ki, ümumilikdə onlar 14 saat növbədə qaldıqlarına görə. Deməli, saatların cəmi 14-dür. Təhlüklər sistemimizin bir hissəsi hazır. Deyir, bu iki işçi 14 saat növbədə qaldıqlarına görə 510 manat. Bu da pul hissəyi də manat. Yəni maaşları deyək də biz buna. Bu da saatlar. İşlədiyi saatlar, bu da maaşlar. Maaşlar da necə olacaq? Toplayacağım da, vurub toplayacağım. Tutaq ki, məsələn, deyirəm, Namiq 4 saat işləyir, Qurban 5 saat işləyir. Onda 4-ü 30-a vuracağım, 120, Qurban da 5-i 45-ə vuracağım. 5'i 45'e vuranda 225. Yani 120 ile 225'i toplayacağım. Toplam kazandıkları pulu hesaplayacağım. Burada da 30x üste gelək 45y beraber de 510 olacaq. Uşaqlar, əslində gördüyünüz çox da çətin bir şeyə gəlib çıxmadı. Bu da belə. Yəni yazıram. Davam eləyək. Bax, burada mən hər tərəfi istəyərəm ki, aşağıdakı tənlikdə hər tərəfi 5-ə bölüm ki, rahatlıq olsun, rahatlaşsın. X plus Y bərabərdir 14. Hər tərəfi 5-ə böləndə 6x üstə gələk 9y. 510-u da 5-ə böləndə eləyər bizə nə? 170. Yəni, bölək dəqiq olsun. Bir dəfə. Sonra da 5, 10, 51'i deməli. Əslində 5-ə bölməyib, birbaşa 15-ə də bölə bilərdik. Çox yaxşı olardı bizə. Gəlin biz birinci ilə bunu hətta 15'ə bölsək daha gözəl olar. Daha rahat olar bizə. Çünki həm 5'ə də 3'ə də bölünür. Çünki 510 3'ə də bölünür. Gəlin ilə 15'ə bölək. 2x üstə gələk 3y. 510'u da 15'ə bölsək 34 alar. İndi məncə daha rahat olar. Bax, bu formada. Əlbəttə ki, mən demirəm şərtdir ki, siz orada da həmişə nəyəsə beləsiz. Uşaqlar fərq eləmir. Məsələn, siz x-i yuxarıda 30-a vurun, başlayın, hesablayın. Yuxarı rəqəmlər olsa da bir problem yoxdur. Bu formada yuxarını 2-yə vururam. 2x-lar eyniləşsin. 2x üstə gələk 2y bərabərdir. Y-i nə qəşəng yazdım. 28, 2x üstə gələk 3y bərabər 34. Alt-alta çıxsam, 28 yazdım da, hesab səhvi deyirəm olmasın, bayaqki kimi diqqətsizlik istəmirəm olsun. Çıxma ilə yazsaq 2x-lar gedir, 2y çıxılsın 3y bərabərdir, 28 çıxılsın 34, mənfi y bərabərdir. 28-dən 34 çıxanda eləyir mənfi 6, y oldu 6. Y 6'dırsa x da 14'ten 6'sını çıxıram 8 olur. İndi görək hansıydı? Qırpan. Deməli x 8 tapdıq. Y 6 tapdıq. İndi bizdən də Namiqin gün ərzində neçə saat növbədə olduğunu soruşur. Neçə saat oldu uşaqlar? 8 saat olmuş oldu. Bu da belə. Sonra görün burada məsələn qapalılardan da istəyərəm sadə bir sual olarsa. Baxaq. Bəzən bax belə suallar buraxılışımıza düşür. Bax, rasional ifadələr çox düşür. Düşmədiyi gün illər olmayıb. Deməli, belə bir sualdır uşaqlar. Müxtəsər Runa düsturunda bir cər gözdən keçirin ya da salın. 40'ın kvadratı çıxılsın 26'nın kvadratı üstə gələk 66 vurulsun 56. İndi burada nə etməliyəm? Yuxarını müxtəsər vurma düsturu ilə a kvadrat çıx b kvadratı düsturu ilə açıram. Düsturumu da buradan yazıram ya da düşsün, bilməyənlər, bilənlər hamı yada salsın. Məncə hər kəs bilir, çünki artıq bu möhtəşəm düsturu hər yerdə tətbiq eləyirik. Gələcəkdə də çox tətbiq eləyəcəyik. Növbəti 10-cu 11-ci sinif mövzularında da inşallah buraxılışı qəşəng
üzü ağ şəkildə verib qutarın. İnşallah gələcəkdə 10-11-in mövzularına da baş çəkərsiniz. Deməli, fərqi bir dəfə cəmini yazdım. Aşağıdakı ifadəni də bir dəfə fərqi, bir dəfə cəmi kimi yazaq. Üstə gəlir 66 vur 56. Bəzən uşaqlar açır, durur elə üzünə baxır. Deyir ki, neyniyim? Neyniyim nədir? Nə etmək lazımdır? Hesablamaq lazımdır. 53-dən 13 çıxanda yuxarıda 40. 53-dən 13-ü topladım. Elədi nə? 66. Aşağıda 40-dan 26 çıxanda 13. 40-ın üzərinə 26 gələndə 66. Üstə gəlsin. 66 vurulsun 56. İndi burada nə etməliyəm? Ortaq vuruğu çıxartmalıyam. Ortaq vuruğum nədir? 66-dır. 66-nı çıxardıram. Birinci yuxarını olduğu kimi yazın. 40 vur 66. Aşağıda da 66-nı vurub çıxardıram mötərizə xaricinə. 13 üstə gəlir 56 olur. Diqqətli olaq, mexaniki səhvimiz olmasın. 66'lar da gedir. 40 bölünsün. 10'dan bir 50. 60, 66, 69. Neyse bizim mexaniki səhvimiz oldu sanki. 10, 50, 60, 69, 13, 66'nı çıxartdık. Bizim 40'dan 26 çıxıb 13 yazmışam. Mexaniki bir səhv gördünüz. Deyirəm, niyə alınmır? 40'dan 26 çıxanda, 40'dan 20, 20'den 6 çıxanda 14. 14. 14'ün üzərinə 56 gələndə də əlbəttə ki 70 edir. Gördünüz, adi bir dənə rəqəm səhvi, bir dənə mexaniki səhvimiz oldu. Biz onu gün sonuna yazılımına verək. İmtahanda da sizə tövsiyə edirəm. Çox diqqətli olun. Çox diqqətli olun ki, adi bir mexaniki səhv etməyəsiniz. Yəni, hər insan, istər müəllim, istər şagird, gözümüzdən nəysə qaça bilər, nəysə başımızı qarışa bilər. Ona görə diqqətli olun, hesablama apararkən diqqətli olun ki, yəni düz bildiyiniz, həllini bildiyiniz şeyləri səhv yazmayasınız. Sonra, bax, belə bir suallarda, vacib suallardan biridir. Deyir, ABC koordinat müstəvisində ABCD kvadratının təpələri verilmişdir. D təpə nöqtəsinin koordinatlarını tapın. Heç çətin sual deyil, çox rahat bir sualdır. Əvvəlcə gəlin kvadratı qeyd eləyək. Kvadrat kimi çəkin. Belə bir əyri oldu. Neyse, biz elə bilək ki, kvadratdır. Deməli, A, B, C, D. Bizə bu verilib. A nöqtəsinin koordinatlarını qura bilərik. -2, 3. B nöqtəsi 4, 3. C nöqtəsi 4, -3. D-ni soruşur uşaqlar. Bunu necə taparam? Necə taparam? Gəlin göstərək. Bilirik ki, kvadratların deməli, diagonalların kəsişmə nöqtəsi də yarıya bölünür. Baxın belə. Bax, kəsişmə nöqtəsinə yarıya bölünür deyirik də, diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Mən necə eləyərəm? Mən A və C-nin orta nöqtəsinin koordinatlarını taparam. Daha sonra D ilə B-nin orta nöqtəsinin koordinatlarını taparaq yerinə qoyaram. İndi tam başa düşməsəniz də, mən indi həllini yazdıqca siz məni tam başa düşəcəksiniz. Problem olmayacaq. Deməli, əvvəlcə gəlin bu kəsişmə nöqtəsi O nöqtəsinin koordinatlarını tapaq. O nöqtəsinin koordinatlarını tapmaq üçün bax bu formada tapacağım. Buna məsələn x1 götürürəm də x iştirik. Y iştirik. Demək, x iştirik tapanda A və B-nin hepsi bu x1'dir, bu da x2'dir. Toplayıb 2'ye böləcəm. -2 üstə gələk 4 böl 2. 4'dən 2 çıxıram. 2, 2'ni 2'ye bölürəm 1. Sonra y-i tapmaq istəyirəmsə, y-ləri də 1. 3'dən -3'ü toplayıb
bölməliyəm 2-yə. O da 3-lə -3-ün cəmi 0. Deməli, mən bu nöqtənin koordinatlarını tapdım. Bax, bu O-nu silirəm. Yazmaq istəmirəm. Elə bir dənə nöqtələri qeyd edeyim. Amma izah tələb edən sual olarsa siz yazarsınız. 1, 0 nöqtəsi oldu. İndi demək ki, biz indi nə etməliyik? Baxın, bu 4 nöqtəsi ilə x nöqtəsinin toplayıb yarıya böləndə 1 nöqtəsini verməlidir. 3 nöqtəsi ilə y nöqtəsini toplayıb yarıya böləndə 0 verməlidir. Gəlin yazaq. Deməli, 4 üstə gələk x böl 2 bərabərdir 1 olmalıdır. 4 plus x 2-ni 1-ə tənasüblə vururam, bərabərdir 2. X da bərabərdir -2, 2-dən 4 çıxdım çünki. Sonra y nöqtəsində də 3 ilə y-i toplayıb 2-yə böləndə 0 verməlidir. Deməli, 3 üstə gələk y bərabərdir 0, y də bərabərdir -3. Deməli, x-i -2, y-i -3 tapdıq. -2, -3 hansı variantımız oldu? Əlbəttə ki, E variantı olmuş oldu. Bu da belə. Yəni, bu suallarda qətiyyən qoymayın. Aha, simmetriya. Uşaqlar, indi mən burada əvvəlki uşaqlarla işləmişəm. Ya bəlkə də keçən səfər sizlə də işləmişəm. Dəqiq yadımda deyil. Amma yenə də təkrar edək. Təkrarın ziyanı yoxdur. Deməli, OX oxuna nəzərən simmetriya deyirsə, OX oxuna birinci gəlinilə 3 dənə əsas şərt deyəcəm, ən çox düşəni. Koordinat başlanğıcına nəzərən simmetriya deyəndə x-la y hər ikisi yerini dəyişir. Simmetriya. Deməli, A nöqtəsi əgər verilibsə x, y, hər ikisi işarəsini dəyişir. Olur -x, -y. Yəni, bu nə deməkdir uşaqlar? Deməli, biri məsələn 3 -4. 3 -4 nöqtəsi o koordinat başlanğıcına nəzərən deyirsə, 3 olur, müsbət üstü olur -3, -4 də olur müsbət 4. Sonra OX oxuna nəzərən simmetriya deyəndə x, y nöqtələrində, bax, x, mən həmişə uşaqlara deyirəm ki, əgər x-in adı çəkilibsə, x toxunulmazdır. X-in adını çəkibsə toxunulmazdır, qoy belə yerinə, y isə işarəsini dəyişir, -y olur. Məsələn, elə bu nöqtəni, M nöqtəsini qeyd edib göstərəcəm. OX oxuna nəzərən simmetriya deyirsə, x qalır yerində, digər də işarəsini dəyişir. Mənfidirsə müsbət olur, müsbətdirsə mənfi olur və cavabımız olur C variantı. İndi mən oradan OY-i də deyim, heç nə aradan qaçmasın, gözdən qaçmasın. Hamısını deyək. Deməli. Onda, bax, bu səfər də y-in adı çəkilir deyə x işarəsini dəyişir, amma y toxunulmaz olur. Məsəl üçün, mən deyirəm ki, -2, 3 nöqtəsidir, eləmi? Gətirəm yerinə qoyuram, o y oxuna nəzərən simmetriyada 2 olur müsbət 2, x olur olduğu kimi 3. Yəni, x olur müsbət 2, y olur müsbət 3. Yəni, y dəyişmir. X dəyişir qiymətini. Çoxluqlarda problem olmaz deyə düşünürəm. Seçək, bax, belə eləyəcəm, seçəcəm. Hansı sualda gəlsək, mən o suala baxacam. Çevrə sualı. Hər zaman kimi çevrə sualı vazgeçilməz sualdır. Mütləq şəkildə çevrəyə baxmaq istəyirəm. Deməli, 25-ci sualda toplumumuzda 9 illik din toplusunda bu suallardan var və bu suallardan biz işləmişik. Gəlin çevrə çəkək və izah edeyim bunu sizə. Şəklimizi sərgəli çəkək. Uşaqlar, çalışın şəkilləri çəkəndə həmişə, belə 9-un imtahanını verdiyiniz 11-ci sinifdə hazırlaşırsınız. Şəkilləri sərgəli çəkəndə daha yaxşı alınır, daha rahat başa düşürsünüz. Və şəkil çox-çox vacib və önəmlidir. Şəkilsiz heç vaxt testi yazmazlar. Deməli, bura 50. Bura bilmirəm nədir, burada bilmirəm nədir. D bucağını soruşur. İndi əvvəlcə D bucağını tapmaq üçün mən bu bucağı tapa bilərəm. Buranı bir beta ilə işarə edirəm. Burada 90 dərəcədir uşaqlar. Gəlin, daxilə çəkilmiş bucağın və xarici bucağın xassələrini istifadə edək. Deməli, əgər bura 90 dərəcədirsə, deməli, buradan bura qədər qövsümüz də əlbəttə ki, 90 dərəcə olacaq. Niyə? Çünki mərkəzdən çəkilib. Sonra,
Eğer bura betadırsa, onda buradan bura kadar olan hissə də beta olacaq. 2 beta olacaq. Niye? Çünkü daxilə çəkilmiş bucaq qövsün yarısıdır. Yəni qövs 2 betadır ki, yarısı betadır. Biz de bilirik ki, çevrə tam bucaqdır. Tam bucaq 360 dərəcədir. Yəni indi 2 beta ilə 90 dərəcənin cəmi 360 olmalıdır. 2 beta bərabərdir 360'dan 90 çıxırıq 270, beta bərabərdir 135. Aha, mən buranı tapdım ki 135'dir. Artıq D bucağını tapa bilərəm. D bucağı da əlbəttə ki 4 bucaqlının daxili bucaqları cəmi, bu 4 bucaqlının başqa rənglə eləyək də bunu da belə. Bu 4 bucaqlının daxili bucaqlarının cəmi 360 eləyir. Ona görə 360, bax bu qaydadan istifadə edərək yaza bilərik. 90 plus 50 plus 135 plus D bucağı, bucaq işarəsini qeyd eləmədim. Əsas cavabı tapaq biz, amma izah tələb edən sualçı eləmək lazımdır mütləq şəkildə. Bucaq D. Deməli 90, 50, 130, 140, 140'ın üzərinə 135 gələndə bucaq D bərabərdir. 360'dan bütöv çıxacağım. 200, 140, 130, 275. Bucaq D də əgər indi biz hesab səhvi eləmədiksə 360'dan 270 çıxanda 90, 95 çıxıram. 85 dərəcə almış olduq. Bax bu da belə. Bu 24-cü sual mənə çox tanış gəldi. Baxın, topluda işlədiyimiz sualdır uşaqlar. Gəlin bu 24-cü məsələyə baxaq. Maraqlı sualdır. Bu da belə. Bax, görək nə deyir. Riyaziyyat fənnindən Gəncə şəhərində keçirilən olimpiyadada şəkidən 16. Baxın uşaqlar, elə bilin ki, izzat tələb edən sualı həqiqətən də oradasınız və yazırsınız. Şamaxıdan, bax, qəşəng belə gəlin, çalışaq bir problem yaratmadan suallarımızı qeyd edək. Bakıdan isə 36 şagird var. Aha, qeyd edək. Deyir ki, mehmanxanada hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini və hər birində bərabər sayda olmaqla yerləşdirmək üçün ən azı neçə nömrə lazımdır? Bəlkə də çoxunuz bu cümlələri axıra qədər oxuduqca biraz başınız qarışa bilər. Burada nə demək istəyir? Deyir ki, məsəl üçün mehmanxana, yəni yataqxana adlanır uşaqlar. Bəzi uşaqlar bunun mənasını da bilmirlər. Yataqxanadır. Və yataqxanada hər bir insanın özünə uyğun, məsələn, yataq nömrəsi olur, şkaf nömrəsi olur, masa nömrəsi olur. Burada deyir ki, hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini. İndi mən onda nə etməliyəm? Əvvəlcə əbob tapmalıyam. Yalnız hər nömrəyə birinin şagirdləri. 16, 24 və 36'nın əbobunu gəlin tapaq. İndi əlbəttə ki, çoxunuz şikayət edirsiniz ki, müəllim, nə var ki, bunun əbobu əlbəttə ki 4 eləyəcək. Bəli, amma gəlin o 4'ü mən sizə yenə də ətraflı göstərək də dəqiq olsun. Buradan da sadə vuruqların digər hissəsini yazım. Demək, 36, 2, 3, 3, 18, 9, 3, 1. Demək, əbob tapanda hər ikisinə ortaq olanları seçirik uşaqlar. 2, 2, 4. Əbobumuz nə oldu? 4 oldu. Yəni bu uşaqları, bu şagirdləri 4-4 otaqlara yerləşdirəcək. Deyir ki, hər nömrəyə bu şəhərlərdə yalnız birinin şagirdlərini və hər birində bərabər sayda olmaqla yerləşdirmək üçün ən azı neçə nömrə lazımdır? Hər nömrəyə birinin şagirdləri. Elə eləmək lazımdır ki, başınız qarışmıyor. Neydik?
Deməli uşaqlar, hər nömrəyə bu şəhərlərdən birinin şagirdləri deyəndə otaq sayı elə eləməliyik ki, minimum olsun, ən azı neçə nömrə. Yəni ən az nömrə olması üçün otaqların da sayı nömrə olmalıdır. Onda biz bərabər saylarda uşaq yerləşdirmək lazımdırsa, mən 16, 24, 36-nı bərabər elə bil ki, hər şagirddən bərabər sayda 4 dənə otaq lazımdır mənə. Elə bil ki, 4 dənə otaq, bax belə bir otaqlar lazımdır. İndi bax belə bir otaq nəzərdə tutaq. İndi mən şəkidən məsələn 4 dənə otaq varsa, şəkidən mən nə qədər uşaq yerləşdirəcəm? 16-nı 4-ə böləcəm. Bir otağa 4 dənə şəkili. Şamaxını 24-ü 4-ə böləcəm. 6 nəfər. Sonra 36-nı 4-ə böləcəm. 9 nəfər olmuş olur. İndi yəni bir otaqda indi bizim neçə dənə uşaq yerləşmiş olacaq? 4 dənə şəkili, 6 dənə Şamaxılı, 9 dənə də Bakılı. Hər bir elə ki otağa bərabər sayda olmaqla bu formada yerləşdirilmiş olacaq. Və hər bir otaqda neçə nömrə olmalıdır? Hər kəsin bir-birindən qarışmasın deyə otaq sayları 19 otaqda 19 dənə nömrə yerləşməlidir. 19 dənə nömrə. Bir daha da diqqətlə başdan yenə lap videoya da sonra təkrar baxmaq istəsəniz baxa bilərsiniz. Sonra keçək. Buradan nə deyək? Nə seçək? İstəyirəm. Rahat suallardan. Baxın, bu faiz sual da lazımlı suallardan biridir. Gəlin buna da baxaq. Deməli, deyir ki, 2 dənə ədəd var. Birinin 15%, digər ədədin 45%-nə bərabərdir. Bir ədədlərimizi götürək. Deyir, A-nın 15%, ədədin faizini tapanda faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Digər ədədin 45%-nə bərabərdir. 100-lər ixtisar gedir. Buradan 45-i də hətta 15-ə bölə bilərik. A bərabərdir 3B. Və bizə deyir ki, bu ədədlərin cəmi 120-dir. Yəni, A ilə B-nin cəmi 120-dirsə, 3B ilə B-nin cəmi 120 götürürəm. 4B bərabərdir 120-yə. B də bərabər nəyə? 40-a. B 40-dırsa, A-nı tapmaq istəyirəmsə, A da 3B-yə bərabərdir axı. Bir dəqiqə, nəysə səhv etmədik ki. A-nı yerinə 3, 120-ni 4-ə böldüm, 30. 30. Çaşdım orada. Hesab səhvi var. Deməli, 30, 30-u da 30-a vuranda, 3-ə vuranda 90 edir. Deməli, B-imiz 30, A-mız 90. Bu ədədlərin fərqinin modulunu istəyirsə, 90-dan 30 çıxmalıyım. Bu da bizə 60 verəcək. Bax, bu da bir sualımız. 8-ci sual. Heç romb sualına rastlaşmamışdım sizlə. Ona görə bir də baxaq. Deyir ki, bir diagonal o birinin 2 dəfə böyük olan rombun sayısı 100 olarsa, böyük diagonalı tapın. Uşaqlar, rombun bütün tərəfləri bərabər. Bu D1 diagonal. Bu da D2 diagonal. Sahə düsturlarımızdan biri odur ki, D1 vurulsun D2 böl 2. Sahə düsturlarını əzbərləməmiş imtihana getməyin. Rahat sadəli düsturlarını. Deməli, 100-ə bərabərdir. Deyir ki, diagonal biri digərindən 2 dəfə böyükdür. Məsələn, D1-i tutaq ki, x götürülüksə, D2 olmalıdır 2x. Hasilini tapaq. Deməli, hasilinin yarısı sahəni verəcək. Böl 2 bərabərdir 100. 2'lər gedir. X kvadratı bərabərdir 100. X bərabərdir 10.
Daha sonra kiçik diagonal deyirsə 10, böyük diagonal deyirsə 2'ni 10'a vurup 20 cevabını tapa bilərsiniz bu kadar rahat bir şekilde. Sonra görək burada ne var, ne seçə bilərik. İstəyirəm ki, bax bu çevrənin tənliyi ilə bağlı olan bu suala da baxaq. Bəzən çevrənin tənliyi sualları uşaqları qorxudur. Çox rahat bir şeydir əslində. Bərabər 49. Uşaqlar, siz çevrənin tənliyinin düsturunu bilsəniz, heç bir problem olmayacaq bu sualda. Çevrənin tənliyi x çıx a-nın kvadratı üstə gələk y çıx b-nin kvadratı bərabərdir 49. Yəni bərabərdir r kvadratı şəklində olur çevrənin tənliyi. Əgər radiusumuzda əlbəttə görürsə r kvadratı bərabərdir 49 görürsünüz ki. Yəni 49 bərabər r kvadratı tapsam, r nəyə bərabərdir? 7'yə bərabərdir. Və radiusumuz 7'dirsə, diametrdə 2 radiusa bərabər olduğu üçün 2 dəfə 7'nin 14 olmuş olacaq. Bu çox rahat bir suallardan biri. Sonra görək burada nə var, nə keçə bilərik. Rahat suallardır hamısı. Görək rahat suallar. Bunu keçən səfər demişdim deyəsən. Burada ne lazım var? Ne seçək? Baxın, 3-cü sual. Viet teoreminə. Gəlin, bax, bu 3-cü suala toxunaq. Sonra isə imtahanla bağlı sizə uğurlar diləyəcəm. Gəlin, hələ ki, bu suala baxaq. Deməli, 8x plus 4 bərabərdir 0. Kökləri cəmi vietə görə uşaqlar -8'dir x-in əmsalı. Kökləri hasili isə 4'ə bərabərdir. İndi gəlin bu kökün içərisindəki ifadəni sadələşdirək. Deməli x1'in kvadratı üstə gələk x2'nin kvadratı üstə gəlsin 2x1 vur x2 bölünsün kökün içərisində x1'in kvadratı vurulsun x2'nin kvadratı. Şöyle fikir versəniz, yuxarı əslində müxtəsər vurma düsturudur. A kvadratı üstə gələk b kvadratı üstə gəlsin 2ab'nin açılışıdır. Yəni bax bu kökün içərisində bu x1 üstə gələk x2'nin kvadratı bölünsün x1 vur x2'nin kvadratı olmuş olacaq. Çünki ben bu əgər qüvvətin xassələrindən biridir. Əgər qüvvətlər eynidirsə, mən bunu bir dənə mötərizənin içərisində AB üstü M kimi yaza bilərəm. Gətirib yerinə qoyanda kökləri hasili dedik ki 4'dür. Mən əslində bundan elə birbaşa kök də ala bilərəm. Cəmi amma -8'dir. Burada diqqətli olmalıyıq. Gəlin yerinə qoyaq. Daha fərqi yoxdur, amma yerinə qoyaq. -8'in kvadratı. Burada da 4'ün kvadratı. Olacaq 64 bölünsün 16. 4 çıxır. 4'dən nə çıxır? Cavab 2 çıxır. Cavab olacaq. Baxın 2 C variantı. Bu da incə baxın məsələn. Bax bu çevrə sualını bayaqki dediyim o daxilə çəkilmiş, xaricə çəkilmiş suallarla oxşuyur. Bax o sualla qeyd eləmək olar. Mesela bu sualı keçən səfər demişdim. Gəlin üstüne yine keçək, yada salmış olaq. Demək 30 dərəcə bucaq qarşısındakı 4'dürsə, bura əgər 30 dərəcədirsə, testin üzərində deyəcəm. Bura olacaq 60 dərəcə. Çünki bura 90 daxil verib şərtdə. Bizdə bilinir ki düz bucaq 90 dərəcə. 90'dan 60 çıxsaq 30 eləyir. 30 dərəcə bucaq qarşısındakı katet, bax bu üç bucağa əsasən 30'un qarşısındakı katet hipotenuzun yarısı olmuş olacaq. Bax belə uşaqlar, bu PDF-i də sizə göndərəcəm. İstəyirəm sizə son sözlərimi deyim. Ümid edirəm ki, mənim bu ümumi 9'lar üçün açdığım bax bu dərsləri sizə bir xeyri dəydi. Gecə geç saatlarda da qoşuldunuz. İnşallah ki, sizə yaxşı xeyri dəymişdir. Yəni əziyyətimiz yerdə qalmaz. Və imtahanla bağlı belə deyim ki, uşaqlar, imtahanda
Stresli olub və yaxud imtahana qədər fikir çəkməklə heç bir həyatınızda dəyişiklik baş verməyəcək. Məndən sizə tövsiyə, özünüzü biraz rahat hiss eləyin. 9-un imtahanıdır. Rahat deyəndə o qədər də rahat olmağınızı istəmirəm. Diqqətli olmağınızı istəyirəm. İmtahana gedənə qədər çox həyəcan keçirəcəksiniz. Çoxunuzun bəlkə əlləri də titrəyəcək, nəfəs alışınız belə dəyişə bilər. Yəni sanki boğulurmuş kimi də hiss eləyə bilərsiniz. Çünki insandan insana hər bir şey dəyişir. Düşüncələr, fikirlər hamısı dəyişir. Hər kəsdə fərqli olur əlbəttə ki, hər bir insan fərqlidir. Mən sizə tövsiyə edim ki, dərman atmayasınız. Bəzən bir neçə şagirdimdə əvvəlki illərdə görmüşəm ki, məsələn, indiyənə qədər heç vaxt ürək dərmanı atmayan bir uşaq bir dəfə ürək dərmanı atıb, hər bir insanın orqanizmi fərqli olduğu üçün çox yuxusu gəlib və imtahanda yaxşı yaza bilməyib. Yəni elə şeylər var. Yəni məndən olsa dərman atmayın. Özünüzü rahat hiss eləyin. Kitabçanı açana qədərdir stres. Kitabçanı açandan sonra öyrəndiyiniz biliklər hamısı təzələnəcək və gələcək orada sizə kömək olacaq. Bəzən düşünürük ki, görəsən məsələn düşünürsünüz ki, hər şeyi unutmuşam, sanki heç nə bilmirmişəm kimi hiss eləyirsiniz. Amma elə deyil. Və sizə çox-çox, ən çox deyəcəyim tövsiyələrdən biri də nədir? İmtahana hər bir fənnə vaxt ayırın. Məsələn, çox insan səhv etdiyi məqamlardan biri nədir? Məsəl götürür ana dilini birinci yazır, ingilis dilini yazır. Məsəl üçün deyirəm, tərsinə də yazanlar olur. Və vaxtı ona daha çox ayırdığı üçün riyaziyyata baxa bilmir. Amma əslində riyaziyyatı yaza bilər. Və yaxud da əksinə, riyaziyyatda bir dənə sualın üzərində o qədər çox yorulur, baxır ki, bir də görür ki, imtahan gedir də. Məndən sizə tövsiyə. Hansı fəndən başlayırsınız, başlayın. Heç bir fərq eləmir. Amma hər bir fənni müəyyən qədər asan suallarını yazıb, yəni 1 saatını, 1 saat yarımı asan suallara vaxt sərf etdikdən sonra sualları mərhələlərə bölün. Deyirəm ki, səviyyələrə bölün, daha doğrusu mərhələ deməyək, səviyyə deyək. Sualları səviyyələrə bölün. Asanları birinci yazın, daha sonra keçin ortaları yazın. Kodlaşdırma işlərini aparandan sonra keçin ən sonda vaxt qalanda çətinləri yazın. Çünki birdən-birə elə çətin suala baxarsınız ki, orada sizi kodlaşdırmağa vaxtınız olmaz. Yəni qalar suallarınız qalar, əziyyətiniz puç olmasın. Bilirsiniz, amma orada tək savadlı olmaq tək bizə kömək olmur. Orada həm də diqqət, fərasətli, məsuliyyətli yanaşmaq lazımdır. Hər bir fənnə, hər bir suala diqqətlə baxmaq lazımdır. Əgər bir sual başlanğıc ilk saatda, saat yarımda suallar çox vaxtınız alırsa, suallara çox baxmayın. Qayıdın başqa suala baxın. Bir də görəsiniz ki, təzədən gedib baxanda görəsiniz ki, sualın əslində çox vaxt sərf elədiyiniz sualı tapmış olacaqsınız. Sizə bol-bol uğurlar, tanıdım, tanımadım. Yəni bizim bu rayondan olan uşaqlar, hətta olmayan uşaqlarımız da var, gördüm, yazıblar mənə. Ümid eləyirəm ki, çox yaxşı nəticələriniz olar. Yoxlayandan sonra qrupa da yazsanız sevinərəm. Hər kəsə bol-bol uğurlar arzulayıram. İnşallah ki, əziyyətiniz yerdə qalmaz. Belə. Dualarım sizinlədir. Tanıdım, tanımadım hamınıza bol-bol uğurlar. İnşallah ki, xoş xəbərlərinizi eşidək. Sağ olun uşaqlar.